Salam dostlar, bugünkü dərsimiz noun, yəni isimdir. Bugün ismin birinci hissəsini, yəni quruluqca növlərini keçəcəyik. Birinci hissə topuda biz bunu Morphological Composition of Nouns adlandırırıq. Yəni ümumiyyətlə baxaq isimlərdir. Deyir ki, isim şəxslərin, əşyaların, anlayışların və hadisələrin adını bildirən nitq hissəsidir. İsim, kim, nə, hara suallarına cavab verir. Bu üç suala cavab verir. Bu bizim köməyimizə gələcək. Deməli, dedik ki, ismin quruluqca növləri. İsmin quruluqca 3 növ var. Sadə, düzəltmə, mürəkkəb. Baxaq, sadə isimlər simple nouns adlanır. Simple nouns, sadə isimlər. Yəni, bu nədir sadə isimlər? Bir kökdən ibarət olurlar. Yəni, bir sözdür, ona heç bir şəkilçi əlavə olunmayıb və yaxud da ikinci bir söz qoşulmayıbdır. Yəni, sadə bircə dənə sözdür, heç bir şəkilçisi olmadan. Qısa desək belə. Məsələn, bir iki nümunəyə baxaq. Baxın, burada var sofa. Sofa, divan, temple, məbəd, profit, qazanc. Bu qədər bəs. Deməli, sadə isimlər budur. Test işləyəndə dostlar, çalışın ki, əgər sizin düzəltmək istəyirsə və yaxud da mürəkkəb istəyirsə, lap elə olsun sadə isimlər. Bunları istəyirsə, birbaşa olaraq sadə isimləri çıxdaş eləməyə çalışmayın. Çünki bu biraz çətinlik yaradacaq. Sadə isimlərə baxanda ilk öncə bilmək olmur. Bu sadədir, yoxsa yox. Bəzən qarışdıra bilərsiniz. Çünki ola bilsin, bəzi sözlərin tərcüməsi bilmirsiniz, tərcümədə çətinlik çəkirsiniz ona görə. Deməli, nə edəcəksiniz? Siz düzəltmə isimləri, əmələ gətirən şəkilçiləri öyrənəcəksiniz. Bunları yaxşı biləndən sonra, mürəkkəb isimlərini necə düzəldiyini biləndən sonra, onları çıxdaş eləyəndə yerdə qalacaq sadə isimlər. Belə daha rahat olur, nəinki ilk sadə isimlərdən başlamaq. Yaxşı olar ki, birinci düzəltmə isimlərdən başlayasınız, sonra mürəkkəb varsa mürəkkəbləri çıxasınız, axırda qalacaq sadələr. Deməli, düzəltmə isimlər nədir? Düzəltmə isimlər, yəni derivative nouns, düzəltmə. Adından da bildiyi kimi düzəlibdir. Yəni, bir ismə bir şəkilçi əlavə edirik, düzəldirik onu, olur düzəltmə isim. Bu cürlə. Derivative nouns, düzəltmə isimlər. Baxırıq, biz iki cür şəkilçimiz var. Biri son şəkilçilərdir, yəni söz sonu, sözün sonuna əlavə olunur onlar. Bir də var söz önü, yəni sözün önünə əlavə olunan şəkilçilər. Birinci başlayaq söz sonu şəkilçilər, yəni sözün sonuna əlavə olunan şəkilçilər. Bunlara ingiliscədə suffixlər deyilir. Rahat necə yadınızda saxlaya bilərsiniz? Baxın, son, iki növ dediyi şəkilçi var. Son şəkilçilər, bir də ön şəkilçiləri. Son sözü s ilə başlayır. Suffix sözü də s ilə başlayır. Testdə sizdə məsələn desə ki, suffixləri tapın. Əgər bir suffixin tərcüməsi yadınızda qalmayıbsa, fikirləşin ki, suffix s ilə başlayır. Aha, iki növ şəkilçimiz var. Bir ön şəkilçi, bir də son şəkilçi. Suffix s ilə başlayır, son sözü də s ilə başlayır. Deməli, suffixlər son şəkilçilər deməkdir. Bu cürlə. Deməli, th şəkilçisi və yaxud da th şəkilçisi. Baxın dostlar, bu sizi narahat eləməsin. Əgər tələffüzü düzgün eləyə bilmirsinizsə, sırf şəkilçilər hissəsində. Bu da th şəkilçisi də deyə bilərsiniz. Th-də. Necə olursa olsun, bunu yadda saxlayın. Yəni, daha doğrusu, necə rahatdırsa sizə o cürlə yadda saxlamağa çalışın. Fərqi yoxdur. Yəni, əsas odur testdə işləməyi bacararsınız. Ya siz buna th dediniz, ya buna th dediniz. Th deyəndə rahat yadınızda qalsın, deyin th. Th rahatsa th deyin. Çünki biz burada danışıq öyrənmirik. Əsas bizə lazım olan testi düzgün qaydada işləməyimizdir. Bir iki nümunəyə baxaq. Strings. Strings güc deməkdir. Güc. Burada th şəkilçisi var. Digər, ikinci sözümüzdə də th şəkilçisini görürük. Üçüncü sözümüzdə də th şəkilçisini görürük. Yəni th şəkilçimiz. Bu belə. Çox nümunələrin üstündə qalmıram ki, video uzun olmasın. İkinci gəlir hood şəkilçisi, hood. Bu tez-tez qabağımıza çıxacaq və rahat şəkilçilərdəndir. Childhood, uşaqlıq, childhood. Neighborhood, burada da hood şəkilçimiz var, qonşuluq. Bu cürlə, üçüncü şəkilçimiz, et şəkilçisi və yaxud da et-yi də deyə bilərsiniz, fərqi yoxdur. Possibility, possibility mümkünlük, hostility düşmənçilik. Bu cür. Et şəkilçimiz, yəni və yaxud da et-yi şəkilçimiz. Full, handful, bir ovuc, spoonful, qaşıq dolusu. And və yaxud da iyan şəkilçisi, an və yaxud da iyan şəkilçisi. Musician, musiqiçi, librarian, kitabxanaçı.
Sheep. Aha, burada bir dənə ulduz qoyuram. Sonda bir şey deyəcəm. Sheep şəkilçisi, məsələn, tez-tez bu sözü görəcəksiniz. Friendship, dostluq, friendship. Membership, üzvlük. Baxın, sheep. İki dənə sözümüz var ki, dostlar, bura niyə ulduz qoydum? Bir cosmic shipdir, cosmic ship. Cosmic ship. Bir də bizdə vardı spaceship. Bu cür yazılır. Bitişik yazılır, yəni ayrı deyil. Bu niyə ulduzlu sözlərdir? Çünki bu iki sözdə, deyəsən bir dənə də söz olmalı idi. İndi testdən, gələn videolarımızı testdə işlədiksə, qabağımıza çıxsa onda bir qeyd kimi deyəcəm sizə. Əsas bu iki sözdür. Spaceship idi, bir də cosmic ship idi. Burada ship şəkilçi deyil dostlar. Burada ship gəmi mənasını bildirir. Bu gəmi də bu cür yazılır, həm də şəkilçi də bu cür yazılır. Sadəcə bu iki sözü gördüksə, cosmic ship və spaceship bunlar hava gəmisi deməkdir. Yəni kosmik gəmi bu mənada söhbət gedir. Bu iki sözü nəzərə alın. Bunlarda bu düzəltmə şəkilçi deyil, mürəkkəb söz. Bu ikisi mürəkkəb sözdür. İki sözün birləşməsidir ona görə. Amma qalan sözlərdə ship burada şəkilçidir. Friendship olsun, membership olsun, bu cür. Sonra bizə var ness. Ness, kindness, mehribanlıq. Weakness, zəiflik. Bir də dostlar bir söz deyim. Bəzən tələbələr soruşur ki, müəllim, bəs bu şəkilçilərin tərcümələri nədir? Məsələn, ship'in tərcüməsi look'dur, müəllim. Məsələn, ness'in şəkilçisi look'dur. Ness şəkilçisinin tərcüməsi look'dur. Xeyr dostlar, belə deyil. Yəni bu şəkilçinin xüsusi bir tərcüməsi yoxdur Azərbaycan dilində. Yəni bu cür tərcümə edib yadda saxlamaq olmaz. Yəni niyə? Çünki siz başınızı qarşılayacaq. Çünki belə bir qayda yox ki, siz onun xüsusi bir tərcüməsi var. Xeyr. Yəni bu şəkilçinin xüsusi bir tərcüməsi yox. Bu cür nə yadda saxlamayın bunları. Ment şəkilçisi var. Bunu da tez-tez görəcəksiniz. Development inkişaf. Agreement razılıq. İzm şəkilçisi. Heroizm qəhrəmanlıq. Turizm. Yer şəkilçimiz var. Ümumiyyətlə bu isimlər, düzəltmə ismi əmələ gətirilən şəkilçilərin bəzilərində biz həm də uşaqlar sifət əmələ gətirən şəkilçilərlə də rastlaşacağıq. Yəni bəzi şəkilçilərimiz var ki, həm sifət əmələ gətirirlər, həm də isim əmələ gətirirlər. Yəni oxşarlıqlar, eyniliklər var. Biz inşallah ki, sifət dərsə keçəndə orada görəcəksiniz. Əsas hələ ki, noun ilk dərsimiz olduğuna görə başqa heç bir şeylə yəni qarışdırmayacaq. Çünki indiyə qədər başqa bir dərs keçməmişik. Sadəcə isim dərsidir. Sonra dom şəkilçimiz var. Kingdom. Bu da məşhur və rahat yadda qalan şəkilçilərdəndir. Kingdom, wisdom. Kingdom krallıq, wisdom müdriklük. T şəkilçimiz, T şəkilçimiz belə yadda saxlaya bilərsiniz. Certainty əminlik. Cruelty, qəddarlıq. A şəkilçimiz, A şəkilçimiz. Approval, bəyənmə. Proposal, təklif. E şəkilçimiz. Pressure, təzyiq. Failure, uğursuzluq. Ence və anca şəkilçilər. Ens və yaxud da ans. Assistance, kömək. Difference, fərq. Baxın, bir söz var dostlar. Different fərqli deməkdir, o sifətdir. Bir də var difference, bu fərq deməkdir, fərq, isimdir. And və yaxud da end şəkilçimiz. Assistant, köməkçi. Student, tələbə. Baxın dostlar, student sözü qarışdırmayın, xahiş edirəm. Student sözü sadə isim deyil, düzəltmədir. Study sözündən götürülüb, study sözündən. Y'sı düşübdür, onu yenə n-t şəkilçisi əlavə eləyiblər, olub student, yəni tələbə. Bu sadə isim deyil, düzəltmə isimdir. İon şəkilçimiz var. Description, təsvir. Decision, qərar. Age. Bu şəkilçidə nə var? Bir şey qeyd edeyim. Age ayrıca yazılanda bir söz olur. Yəni şəkilçi olmur. Söz olaraq yaş mənasını bildirir. Age yaş deməkdir. O ayrı yazılandadır. Yəni hansısa bir sözdən sonra ayrıca age yazılıbsa,
məsafə ilə. Deməli, bu yaş deməkdir. Yox, hansı bir sözə birləşibsə, deməli, şək etilir. Marriage, evlilik. Carriage, fayton. R, or şəkilçilərimiz. Bunlar elə bir isim əmələ gətirirlər ki, həmin isimlər yalnız kim sualına cavab verir. Məsələn, teacher, teacher müəllim. Sailor, sailor dənizçi. Bunlar kim sualına cavab verir? Müəllim kim? Müəllim. Dənizçi kim? Dənizçi. Easy şəkilçimiz S-E. Japanese, Yapon. Chinese, Çinli. E şəkilçimiz refugee, qaçqın. Refer, hakim. S şəkilçimiz actress, aktrisa. Lioness, dişi şir. Biz ən çox eşitdiyimiz lion olubdu. Lion erkək şirdir. Amma lioness dişi şirdir. Bəzilərimizə, bəlkə də bəzi dostlarımıza bu yeni bir sözdür. Çünki biz çox vaxt lion sözünü eşitmişik. İ-S-T şəkilçimiz artist. Artist rəssamdır. Scientist alim. ING şəkilçimiz var. ING. Bunu bir neçə səhv eləmirəmsə təxmini bir 3 bölümdə keçəcəyik. Bir isim əmələ gətirir. Zamanla bağlı dərslərimizdə də bunlardan həmçinin qarşılaşacağıq. ING yəni davam edici zamanla bağlı olan şəkilçidir. Həmin isim əmələ gətirir. Building. Building bina deməkdir. Feeling hiss deməkdir. Bu şəkilçidə bayaq danışmışdıq, ona görə təkrar yazdım sadəcə burada. Buna ehtiyac yox təkrar deməyə. İ-C-S şəkilçimiz Phonetics, fonetika. Physics, fizika. Bu elə bir şəkilçidir ki, çox vaxt elm sahələrində, idman sahələrində, müəyyən bir sahələrin adlarında istifadə olunur. İ-V və yaxud da A-T-B. Bu necə olur? Narrative, nağıl. Representative, nümayəndə. Bu da sonuncu şəkilçimiz idi. Sonra bizdə nə gəlir? Aha, baxın, bayaqçı qayda burada var demiş. Bir də dostlar, mən qeyd eləmədim. Mən güvən nəşrlərinin qaydasından sizə izah edirəm ismi. 2024-cü ilin nəşridir. Ümumiyyətlə, mən bir neçə dənə qayda kitablarına baxmışam. Ən uyğunu, yəni ən yaxşı detallar, taktikalar verən qayda kitabı güvənin kitabıdır. Ona görə bunun PDF-ləri də, PDF-i də olmalıdır. Mən özüm PDF-dən istifadə edirəm. Yaxşı olar ki, bu kitabdan oxuyasınız. Deməli, burada ship və ya qeyd elədim kimi, ship gəmi deməkdir, həm də şəkilçi kimidir. Baxırıq, 4 dənə bizim istisna sözlərimiz var ki, burada ship gəmi mənasındadır. Airship, hava gəmisi. Baxın, burada airship, hava gəmisi. Bu da gəmi mənasındadır. Şəkilçi deyil. Bir də spaceship, kosmik gəmi. Kosmik gəmi, burada da gəmi mənasındadır. Battleship, döyüş gəmisi. Burada da gəmi mənasındadır. Battleship, battle döyüşdür, ship gəmidir. Warship, müharibə gəmisi. Warship. Və bir də cosmic ship. Bu sözdə görəcəksiniz. Cosmic ship. Burada yazılmayıb, amma o sözdə var. Deməli, nə qaldı? Prefixlər. Prefixlər ön şəkilçilərdir. Bunlar sözün önünə əlavə olunurlar və bir çoxu inkar şəkilçisidir. Həm isim əmələ gətirir və həmçinin də həmin ismi inkar cəhətdən bildirir. Baxın, bu gördüyünüz şəkilçilər 1, 2, 3, 4, 5. 5 dənəsi inkar şəkilçisi, axırıncısı istisna olmaqla. Deməli, bunlar sözün önünə əlavə olunurlar. Inexperience. Inexperience, təcrübəsizlik. Yox, inkar var, təcrübəsiz. İnkar. Disappearance, qeyb olma, gözə görünməmək. Disappearance, appearance görünmək deyil. Disappearance görünməməzlik, yəni qeyb olma. A şəkilçimiz var. Unemployment, işsizlik. Unemployment, bu da inkardır. Impatience, səbirsizlik. Patience, səbir deməkdir, səbir. Impatience, səbirsizlik. Misprint, çap səhvi. Çapda olan bir səhv. Misprint. For var, forecast. Forecast proqnoz deməkdir. Deməli, burada nə deyir? Deyir ki, bizdə bəzi sadə sözlər var ki, biz bunları qarışdıra bilərik. Məsələn, sözə baxanda elə bilərik ki, ona şəkilçi əlavə olunubdur. Amma əslində heç bir şəkilçi yoxdur, sadə sözdür. İstisnalarımız var. Bu istisnaları
hansı ki qeydlər var, bunlara diqqətlə yanaşın. Çünki testlərdə siz çaşdıran suallarda rahatlıqla istifadə edə bilərsiniz. Dinə burada eri dostlar şəkilci deyil. Dinə axşam yeməlidir. Soldier, doctor və s. Morning, evening, günün hissələrini bilir. Morning səhərdir, evening axşamdır. Bunları mütləq yadda saxlayın. Tərcümələrini bilmirsə tərcümələrinə baxın. Bilmədiyiniz sözlərin tərcümələrini öyrənin mütləq. Və bu sözləri yadda saxlayın. Aha. Bir də burada qısa bir qeyd veribdir ki, məsələn, bu şəkilçiləri rahat formada necə oxuya bilərsiniz? Buna inşallah ki, indi özünüz baxarsınız. İndi keçək mürəkkəb isimlərə. Mürəkkəb isimlər compound nouns. Mürəkkəb isimlər Azərbaycan dilində də bildiyimiz kimi iki və yaxud da daha artıq sözün birləşməsindən əmələ gəlir. Deməli, ümumiyyətlə mürəkkəb isimlər üç cürlə yazılır. Üç cürlə quruluşu var. Ya sözlər bir-birinə bitişik yazılır. Baxın bu cürlə. Blackboard, yazı lövhəsi. Bunlar bir-birinə bitişikdir. Black və board sözü. Black və board sözü. Ya ayrı yazıla bilər. Arada baxın, məsələn, ayrı yazılır. Traffic light, işıq for. Amma halbuki bir söz, yəni mürəkkəb ismi sayılır. Bir də aralarında məsafə ilə yazıla bilər. Məsafə deyirəm, üzr istəyirəm. Tire ilə yazıla bilər. Hansısa bir sözdə, məsələn, testdə qabağınıza çıxacaq. Baxırsınız ki, tire var sözlərin arasında. Avtomatik olaraq onu mürəkkəb götürürsünüz. Tərcümə eləmədən, heç nəyə baxmadan mürəkkəb götürürsünüz həmin sözü. Mother-in-law qaynana deməkdir. Mother-in-law iki sözün birləşməsidir dostlar. Mother sözü dəyişə bilər. Father-in-law ola bilər. Father-in-law qaynata deməkdir. Sister-in-law baldız deməkdir. Və s. Brother-in-law da var. Bu cürlə. Bir də nəyi qeyd edəcəkdim? Axırıncını da deyirəm, inşallah ki, videomuzu bitiririk. Ola bilsin ki, dostlar, sizə çətin gəlir ki, bu simple sözünü, simple, derivative, sonra compound sözünü yadda saxlamaq. Yəni, məsələn, tərcüməsi yadda saxlamaq sizə çətin. Necə eləyəcəksiniz? Sadə isim, sadə sözü s-la başlayır. Simple sözü də s-la başlayır. Siz simple sözünü görürsünüz. Əgər tərcüməsini bilmirsinizsə, şərtlə məsələn, deyək ki, simple nouns. Simple nouns-u tap. Choose simple nouns. Məsələn, belə bir şərt verin. Simple tərcüməsini bilmirəm, unutmuşam, nəsə olubdur. Sıyıya baxıram, sıyıya uyğun gedən nədir? Məndə 3 sənə var. Sadə, düzəltmə, mürəkkəb. Aha, bunlardan hansısıyla başlayır? Deməli, sadə. Simple sadə deməkdir. Və s. Düzəltməyə gələm. Düzəltmə sözü nə ilə başlayır? D hərfi ilə. Derivative sözü də D ilə başlayır. Deməli, derivative gördümsə, aha, D ilə başlayan nə var? Sadə, düzəltmə, mürəkkəb. Bunların üçündən D ilə başlayan bir dənə düzəltmədir. Derivative deməli, düzəltmə deməkdir. Yerdə bir dənə qalır mürəkkəb. Mürəkkəb M-la başlayır. Compound C-la başlayır. Bu uyğun getmir. Problem deyil. Mən sadəni bilirəm. Düzəltməni bildim. Yerdə nə qaldı? Mürəkkəb. Demək, S-la başlamırsa, D-la başlamırsa, yerdə qaldı mürəkkəb. Bu cürlə tapa bilərik. Yəni, rahat üsul. Əgər tərcümələr yadda qalmırsa. Demək, dostlar, bu qədər. Testləri də inşallah bir müddətdən sonra izahatını atacağım. Toplu birinci hissə, təkləri işləyib atacağım. Orada testlərdə nə sualınız var olsa, inşallah ki, həmin videoda qeyd edərsiniz. Bu qaydada nəsə başa düşmədinizsə və yaxud da nəsə suallarınız varsa, buyurub şərhlərdə qeyd edə bilərsiniz.